Herkese salam, gününüz uğurlu olsun. Bugün ilk dəfə Xırdalan təzə bazara getmişdim. Nələr aldım? Gəlin bir yerdə görək. Dostlar, ilk öncə soğandan başlayıram. Hər yerdə 80 qəpik, 70 qəpik olan soğan təzə bazarda sadəcə 50 qəpikdir. Pomidorların kilosu 2 manat, 2 manat 40 qəpik, 2 manat 20 qəpik. Gördüyünüz kimi qəşəng pomidorlar almışam. Göyərtinin dəstəsi 20 qəpikdir. İri dəstələrdir belə, qəşəng dəstələrdir. Badımcanın kilosu 2 manatdır. Dolmalıq da var idi, qızartmalıq da var idi. Xiyar 80 qəpik idi. Lobyanın kilosu 2 manat 80 qəpik idi. Mən yarım kilo almışım. Təzə bazarın çıxışında belə bir kök satırdılar. 2 kilo yarım, yəni 1 manatlıqdır bu boyda kökə. Sadəcə 1 manat vermişəm. Təzə bazarın çıxışında biləcək hissədə. Göbələyin kilosu 2 manat 50 qəpik idi. Baxın belə göbələklərdir. Bu ədədat satılan yerdən almışam. Pul bibərdir. Burada hardasa 2 manatlıqdır. Pişmiş kilosu 8 manat idi. 2 manatlık almışam. Mixel kilosu 32 manatdır. Mən 2 manatlık almışam. Dostlar, sonra Xırdalanda çıxışda, yəni giriş hissədə deyək, belə bir sabunlar satılırdı. Bunlar 125 qramdır. Dubay, İndoneziyanınkidir. Dubaydan gətirdiklərini dedilər. İndi sınayıb rəylərdə qeyd edəcəm. Bir də belə bir paraşoklar vardı, hansı ki 6 dənəsi 1 manata. Rənglilər üçün də var idi, universal da var idi, ağlar üçün də var idi. Baxın belə bir şeydir. İndi burada sınayıb. Burada sabunlardır. 4 dənəsini hələ ki almışam. 90 qəpik. Dostlar, bu qədər. Videomu bəyəndinizsə bəyənməyi, rəyləri yazmağı və kanalıma abunə olmağı unutmayın. Sağ